Salam. Biz yenə gəlmişik, yeni mövzudan danışacağıq bu gün. Qonağımız isə Qonağımız isə Şəbnəm Məmmədovadır. O Smart Nation İnsan İnkişaf Platformasının rəhbəridir. biz bu gün gələcək necə gələcəkdən danışacağıq. Gələcək necə gələcək? Maraqlı mövzudur. Birinci suala özüm verim elə. Ver. Əslində denən, Əslində davamı gəlsin. hər kəsi belə düşündürən, narahat edən və bəzi məqamlarda tədirgin edən mövzudur. Ay, sağ ol. Gələcəkdən Elə qorxuruq. o tədirgin eləyən, qorxudan mövzulardan biri də son zamanlar süni intellektdir. Elə oradan sual vermək istəyirəm ki, deməli Hararinin 21-ci əsr üçün 21 dərs kitabında orada belə bir məsələ qeyd eləyir. Deyir ki, sosializm necə ki maksimum insan əməyini müsadirə eləyirdi. Bu gələcəkdə süni intellekt də maksimum insan əməyini əgər ignor eləyərsə, bu proseslərin ikisi də bir-birinə bərabərdir. Yəni insan əməyini maksimum müsadirə eləməklə insan əməyini maksimum ignor eləmək bir-birinə elə bənzər. Yəni insanlara eyni səviyyədə zərər vuracaq. Nə düşünürsüz? Yəni bu barədə insanların qorxmalıdırlar, süni intellekt onların işini alacaq, yoxsa insan əməyi hər zaman elə süni intellektin də arxasında dayanacaq? Açığı mövzuya birbaşa süni intellektdən girəcəyimizi gözləmirdim. Amma necə bu mövzular bizim həyatımıza giribsə, süni intellekt, nə bilim, data, texnologiya və Aktualına s. başladı. Hə, yəni gələcəyi ən birinci olaraq bununla assosiasiya edirik. Bu həm yaxşıdır, həm də ki, reallığı, yəni hal-hazırda əks etdirir də. Açığı o Harari'nin dediyiniz kitabını oxuyandan sonra mən çox ciddi depressiyaya düşmüşdüm. O həm Vəfanın dediyi məsələdə, yəni dünya o qədər qeyri-müəyyən bir yer kimi görünürdü, yəni o kitabdan sonra və bir xaos yaranmışdı beynimdə. Amma istənilən halda dünyada gedən inkişaf proseslərinin qabağında insan dayanmamalıdır da. Yəni əslində bu proseslərin arxasında dayanır və Yəni onu dedim idarə ki, hə. edir, onu yaradır. Bəli. Amma ümumi tutaq ki, sırf süni intellektə bağlanmayım. Hətta süni intellektdən əlavə də hal-hazırda dünyada hələ də hot mövzu olmayan nə qədər insan əməyini belə deyək də arxa plana çəkən başqa mövzular da var. Başqa bəlli Ümumi mövzular. götürsək, məncə insan bu imkanları özü yaradır və öz həyatını daha necə deyim də yaxşılaşdırmaq, daha sürətli etmək, daha necə deyim də, daha prosesləri əlçatan, yaxın etmək, Daha avtomatlaşdırmaq, daha yəni özünün optimallaşdırmaq. prosesdə iştirakını enerji, resurs baxımından daha azaldıb. Bunun Əksinə arxasında da özünə elə insan var, yəni onu demək istəyirəm. Bəli, hə, yəni əslində bunu belə insan öz maraqları və öz məqsədləri üçün yaradır. Amma burada çox incə, həssas bir məqam var ki, o balans necə olmalıdır da? Çünki insan özü prosesdən nə qədər maksimum çəkilirsə, yəni nə baxımdan əl əməyi və yaxud da prosesin özündə birbaşa iştirak, avtomatlaşdırmağı nəzərdə tuturam. Yəni burada mütləq yəni insan balanslı davranmalıdır. Çünki öz rahatçılığı və yaxud proseslərin optimallaşdırılması üçün insan bu prosesləri tamamilə avtomatlaşdırsa, bu birinci çox böyük bir sosial disbalansa gətirib çıxaracaq. Çünki insanlar süni intellektdə, robotlar, dronlar və s. digər hətta əşyaların internetindən əvəzlənən müxtəlif proseslər olsa belə, amma insan da yaşayacaq da. Yəni tutaq ki, robotlar aramıza çoxaldıqca insan azalmır ki, yəni. Və insanları həm də xoşbəxt saxlayan əslində onların nəyləsə məşğul olmalarıdır. Və bunun fonunda sosiallaşma. Sosiallaşma, çünki orada bir proses var. İnsan hansısa bir missiyada özünü bir Özünü realizə edir zəncirdə. insan. Hə, bu zəncirdə rolunu hiss eləyir, realizasiya eləyir, yəni cəmiyyətin bir parçasına çevrilir. Yəni insan sosial varlıqdır da. Yəni inkişaf etmiş ölkələrdə artıq bu həyatın bir parçasıdır, amma inkişaf etməkdə olan və yaxud sürətli inkişaf etməkdə olan ölkələrdə yavaş-yavaş hətta sosial və cəmiyyətin rutin yerlərinə də girir. Elə ölkələr var ki, düşünün ki, orada ofisiant belə robotdur, yəni. Yavaş-yavaş, yəni müəyyən proseslər, ən çox da xidmət sahələrində o insanların əməyini əvəzləməyə başlayıb. Amma dediyim kimi, insan buna necə baxmalıdır, yəni ora gətirmək istəyirəm ki, bunu bir imkan kimi görməlidir, yoxsa ağıllı idarə edib özünün tutaq ki də daha rahat yaşamı üçün, daha optimal gələcək qurması üçün bir alətə mi çevirməlidir? Amma qeyri-müəyyənlik olduğuna görə çox ciddi qorxular var, yəni. Bu hətta o adını çəkdiyimiz bu yaxınlarda bir il olmaz da, yəni bir petisiya belə imzalandı. Süni intellekt və ümumiyyətlə buna əlaqəli müxtəlif applikasiyaların və texnologiyaların ən azından insanın şüurunun hesablaya bilməyəcəyi bir həddə gəlməmişdən qabaq bu proseslərə daha
yəni Biraz belə dən yavaşmaq, gitmə, ləngitmək. yavaşlatmaq mövqeyi sərgiləndi. Dünyanın top, necə deyim də, təkcə IT industriya yox, yəni mütəfəkkirlərinin bir imzaladığı bir petisiya idi. Amma indi mənim odur ki, bu o demək deyil ki, onlar bu prosesi stoplayırlar. Yox. Amma oturub fikirləşmək və proqnoz eləmək lazımdır ki, bunun çağırışları nə ola bilər, bu dünyanı nəyə gətirə bilər. Bir də bir şeyi bilirəm ki, istənilən dünyanın ümumiyyətlə yarandığından bu günə olan inkişaf zəncirinə baxsaq, yəni proseslərin, hər yeni dövrə keçid hər zaman qorxu olub. Yəni çünki burada axı təkcə proseslərin dəyişməsindən getmir, insanın davranışlarının dəyişməsindən gedir. İnsanın şüurunun bu prosesə adaptasiyasına gedir. İnsanlar arası münasibətlərin bu prosesi Məsələn, transformasiyasına mən bu mövzuda sual vermək istəyirəm. Süni intellekt və ümumiyyətlə avtomatlaşdırma artdıqca istər-istəməz iş mühiti, insanların bir-birləri ilə ünsiyyəti dəyişir və yeni etik normalar formalaşır. Bəzi hallarda bu etik normaların formalaşması bir qədər gecikir. Yəni artıq mühit yaranır. İnsanlar o mühitdə həmin o yeni etik normalar olmadan yeniliyin içində olurlar və etik normalar zamanla artıq ehtiyacı görürük. Təbii ki, Ziyanını zərərini görəndən görəndən sonra sonra sanksiyalar. təcrübəmiz var ki, əslində, yəni insan olaraq biz insanlıq yavaş-yavaş dəyişdiyi üçün bizim təcrübəmiz var ki, hər yeniliyi gəldikcə etik normalar gecikdikdə insanlar arasında münasibətlər pisləşir. Əslində məncə gecikmir, yaranmır sadəcə. Çünki o prosesdə yaranır axı. Yəni Normallarda artıq çünki biz münasibətlər yaradır və yeni əvvəlcədən də münasibətlər bəzi hallarda düşünürəm ki, bəlkə də əvvəlcədən onların Ola bilər. normaları yarada bilərik. Çünki artıq bilirik ki, bu zərər verəcək. sadəcə o normalların sərhədləri də zaman Təyin etmək, keçdikcə bəli. münasibətlər onları formalaşdırır. Və bu yeni yaranan yeni mühitdə, məsəl üçün pandemiya dövründə ilk dəfə Azərbaycanda remote iş Çalışmaq. mühiti yarandı. Yəni qəbul edək ki, dünyada olsa da biz hələ ki işverənlər çox da pozitiv baxmırdılar remote işləməyə. Bazarda bu Sual oturuşmamışdı. hara gedəcək mən təxmin elədim artıq. Və artıq pandemiyada məcburiyyət yarandı və məcburiyyət yarandığı üçün çox yaxşı ki, remote iş təcrübələri formalaşdı, qaydalar qoyuldu. Hətta bəzi şirkətlər hələ də həftənin bir gününü, 2 Aha. gününü remote icazə verirlər işçilərə ki, artıq onlarda o remote işləmə vərdişi yaranıb və Geyimlər gördülər sadələşdi. və əslində həm də gördülər ki, remote işləmək heç də produktivliyi azaltmır. Yəni əgər işçi produktivdirsə, o remote da işləyib produktiv məhsuldar ola bilər. Və etik normalar gəldi ortalığa, ehtiyac yarandı etik normalar üçün. 24 saat işçi remotedur deyə narahat eləməyəsən. Bəli, bu 24 etik saat. normalar. İlk pandemiya dövründə remote işləyən dostlardan bu şikayəti eşitdirdim ki, remote işləyirik, amma elə bilir ki, gecə 12-də də zəng eləyə bilər, onlayn işləyirik deyə. Vəfa etik normalar deyəndə amma uzun zaman illərdir keçdikcə freelance artıq işlədiyim üçün- sonradan yarandı Bəli. bu Mən normal. məsəl üçün freelance işlədiyim üçün hələ də gecə saat 11-də zəng telefonuma gəlir müştəridən. Belə baxıram ki, wow. Saat 11-dir. Sən baxmısanmı telefona ki, saat 11-dir? Məsələn, yazırlar, gecədən cavab gözləyirlər. Siz freelance deyilsiniz? Bəli, freelansıq, amma freelansın da, yəni o deməkdir ki, biz 24 saat işləyirik, yatmırıq, dincəlmirik. Və bu etik normaların formalaşması üçün səncə nələr lazımdır? Necə sürətləndirə bilərik bu prosesi? Məncə istənilən halda hətta iş yerində biznes etikası və yaxud bu etik kodekslər, yəni istəyir onlayn, istəyir offlayn format. Yəni bütün bunlar hamısı insanların öz etikasından yaranır. Zamanla insanlar bir-birlərindən hər kəs necə deyim, öz etikasına uyğun davranır. O toqquşma nöqtələrində qaydalar yaranır. Mən fikirləşirəm ki, məsələn, belə dramatik dəyişikliyə hazır olmamışıq. Amma indi pandemiya gördük və düşünürəm məsələn növbəti fikirləşirsiniz siz də növbəti belə bir dəyişiklikdə insanlar deyə bilərlər ki, yeni iş mühitinə keçirik, amma gəlin əvvəldən oturaq nələrisə müəyyənləşdirək. Ümumiyyətlə istənilən qaydaları, qanunluqları proses yaradır da. Bəli, münasibətlər. Məsəl üçün 2020-ci ilin martına qədər heç bir iş mühiti, işçi, işə götürən, yəni təxmin edə bilməzdi ki, remote işləmək olar. mart ayının tutaq ki də tam 20-sindən xatırlamıram. sonra. Hə, 15-dən 20-sindən sonra. Vizam var idi, uça bilmədim, dəqiq bilirəm.
Yəni onların reallığı tamamilə fərqli olacaq və onlar Aha. bütün proseslərini, öz biznes modellərini, yəni insanların öz yəni işçilərlə münasibətlərini tamam fərqli bir onlara məlum siz demiş də yəni Azərbaycan bəlkə də əksər hallarda bir iş korporativ mühitinə uyğun olmayan bir formata çevirəcəklər. Amma biri var ki, hansısa bir dəyişiklik soft gəlir, yavaş-yavaş gəlir də, O yəni. birdən force major hakimiyyət. Hə, yəni ki, sən baxırsan, düşünürsən, şirkətin və yaxud təşkilatın strategiyasını analiz edirsən, resursları analiz edirsən və ə, əgər bunun qaçılmaz olduğunu düşünürsənsə ki, sən tutaq ki də daha gəlirli olmaq istəyirsən, bazardan itmək istəmirsənsə, bu proseslərə adaptasiya eləməlisən. Bəzi şeylər soft gələndə bu soft baş verir də, yəni edək və yaxud etməyə sual yaradır. Amma elə necə deyim də, proseslər var ki, tutaq ki pandemiyada, yəni Mhm. həyatımıza birdən girdi. Həm şəxsi, həm cəmiyyətin, həm bizneslərin həyatına. Və insanlar əvvəlcə prosesin başında nə ilə qarşı-qarşıya olduqlarını başa düşmədilər. Yəni hamı bunu tutaq ki də işə götürən kontekstində Mhm. danışaq. Bir həftəyə, 3 günə, 5 günə, 1 aya. Yəni ümidlər düz uzandıqca, yəni maksimum 1 ayla, 2 ayla, amma gördük yox da, yəni bu proses artıq həyatımızdadır Bununla və yaşamağı biz öyrənməliyik. bundan eynən necə yaşaya bilərik, onun artıq məcburi şəkildə, yəni Mhm. sal hə yox da, yəni artıq buna gedirik. Yəni həyatda qalmış bizneslər öz bizneslərini həyata saxlamaq istəyirlərsə, təcili vasitələr, tullar axtarırlar ki, necə adaptasiya eləsinlər. Çünki hər yer bağlı idi, fiziki xidmətlər və yaxud fiziki proseslər baş vermirdi və ən birinci müzakirəyə başladığımız hissədə, yəni insanın fiziki prosesdə hansısa bir formada iştiraki olmadan tutaq ki də məsafəli bu prosesləri necə qurmaq olar? Yəni və bura avtomatik müxtəlif onlayn tullar girdi, yəni platformalar girdi. Yəni dediyim kimi proseslər özləri o davranışları və etik normaları həm yaradılmasını zəruri edir. Həm də ki, ona uyğun yeni həllər çıxarır, davranış modelləri çıxarır. Amma bunu sırf etikaya bağlasaq, yəni birmənalı düşüncəm odur ki, istənilən, istər bu onlayn format olsun, istər bu offlayn format olsun, gibrid model olsun, bütün bu proseslər Turan, necə sən çox yaxşı qeyd elədin. Yəni qaydalar olmasa xaos olar da. Yəni okey də mən çox da frilansam da, amma mən insanam və mənim özümün rutinim var, bir qrafikim var və yolun başında bu bir yola çıxanda tərəflər, partnyorlar, yəni işdə bir partnyorluq münasibətləridir də, yəni. Orada tərəflər arasında bu konkret net çərçivələr, layihələr olmayanda, yəni belə Dəqiq xəttlər olmayanda. mütləq istənilən prosesdə dəqiq xəttlər olmalıdır da. Yəni məsəl üçün nəyə görə gələcək indi bizim üçün narahat yer görsənir? Çünki orada heç bir Bilmirik də, müəyyənlik, heç bir qeyri-müəyyənlik var. yəni xətt yoxdur, heç bir Aha. çərçivə yoxdur. Və mən sizə deyim, mən çox düşünürəm də, yəni ən çox da bu son yarım ildə. Çünki siz həqiqətən məndə elə bir fikir formalaşıb ki, ən çox da pandemiyadan sonra dünya təkcə ölkədən söhbət getmir. Yəni sırf dünyaya baxanda, dünya çox qəribə bir durğunluq yaşayır. Fundament olaraq əksər sahələrdə köhnə qaydalar işləmir, amma yenilərdə tam oturmayıb. Biz insan cəmiyyəti olaraq kütləvi bir keçid dönəmi yaşayırıq, amma və keçidi yaşayanda da ta ki sənin B nöqtəsinə getməyin üçün dünya hara gedir hissini bilməlisən də. Çünki dünyanı danışdıq. Dünya yəni sürətlə avtomatlaşdırmaya gedir, dünya tamamilə insan əməyinin azalmasına gedir. Dünya sürətlə bəzi dəyərlərin itirilməsinə doğru gedir. Yəni sosial institutlar tamamilə bəziləri öz əvvəlki formatını itirib heç bir yəni ciddi əhəmiyyəti kəsb eləmir. Amma yeni format nədir və cəmiyyətlər bu formatları tam adaptasiya edib o prosesə hazırdırmı? Bu məsələlər tam oturuşmayıb deyə ciddi bir çalxalanma var. Əslində mən nə düşünürəm? Əgər biz məsəl üçün bu məsafədən işləmə şansını əvvəlcədən hissəli şəkildə həftənin bir günü və yaxud da ayda bir dəfə bir gün işçilərimizə tanıtsaydıq, əgər Azərbaycanda insanlar bunu vaxtaşırı test etsəydilər, gələn yenilik bizim üçün o qədər də belə təhlükəli, o qədər də qorxulu olmayacaqdı. Bizim artıq az da olsa müəyyən bir təcrübəmiz var idi. Çünki bəzi şirkətlər oldu, onlar ilk dəfə məhz pandemiyada
Bunu test elədilər. Axtardılar ki, hansı toollardan istifadə etməlidirlər, necə davranmalıdırlar, iş saatlarını necə track eləməlidirlər, produktivliyi necə ölçməlidirlər. Çünki bu tamamilə sıfırdan bir mühit idi onlar üçün. Amma başından bəri bəzi məqamları ən azı test etsəydilər, bilsəydilər ki, məsafədən komandanı idarə etmək üçün onlar hansı Bunun üçün bacarıqlara trigger sahib yox olmalı. idi. Yəni trigger Trigger yox oldu idi. pandemiya. Trigger yox idi, amma həmçinin də oturub hər gün yox, ayda bir dəfə rəhbər düşünsə ki, indiki yeni tendensiyalar nələrdir? Biz nələri test edə bilərik, nələri yoxlaya bilərik komandamızla? Necə edə bilərəm ki, mənim komandam daha xoşbəxt olsun, amma daha məhsuldar olsun? Yəqin ki, bu artıq belə deyim də, bütün dünya üçün yeni olmadı. Bizim üçün biraz yeni oldu. Məncə də mən düşünürəm ki, inkişaf etməkdə olan cəmiyyətlərdə böyük bir trigger yoxdursa, biz gələcək üçün resurs ayırmırıq. Yəni oturub resurs ayırmırıq ki, gələcək necə gələcək. Əslində bu Amma bu təcrübədən sonra düşünürəm ki, artıq bayaq onu gələcəklə bağlı danışırdım ki, mən yəqin ki, bizim təkrarı olanda ikinci bir böyük bir hadisədə artıq öncədən hazırlığımız olacaq. Yəqin ki. Və yaxud da ki, dostlar, biz sabahdan ayrı bir vəziyyətə, tutaq ki, işləyirik də indi, işləmək bir misaldır. Amma bunu gəlin müəyyənləşdirək. Yoxsa ki, belə ki, məsələn, siz dediniz şəxsi etika, orada çox razıyam. Gələcək gəlir, qeyri-müəyyəndir, hələ qaydalar, normalar yoxdur və biz qalırıq insanların şəxsi vicdanına, şəxsi etikasına. Belə çıxır. Və insan faktoru girir də araya. Mütləq ki, bütün rəhbərlər 24 saat narahat eləməyib əməkdaşını. Təbii ki, əlbəttə. Yəni O da düşünüb ki, nə olsun remotdur, amma onun evdə də iş saatı 8 saat olmalıdır. Amma norma olmadığına görə, bəli. tabe olacaq bir mərkəz olmadığına görə hər kəsin elə bir sanki şəxsi etikasından asılılıq olur. Amma düşünürəm ki, bu böyük bir hadisələr təkrarlandıqca, çünki insan münasibətləri yaranıb axı artıq hardasa kiməsə zərər dəyib, kimisə şikayəti var, kimisə ingiliscə deyəcəm konsörnü var. Mən fikirləşirəm ki, çox böyük şeyləri düzdür, mütəfəkkirlər var, dünyanın gedişatına hardasa yön verən tərəflər var və s. Amma nə üçün çox fərqli biz niyəsə ancaq pandemiya müzakirə edirik. Amma şu pandemiya mövzusuna əgər gətirsəm, pandemiyanın özünün belə Əlimizdə hansısa case bir odur. proseslərə keçidi, yəni ciddi kritik sürətli keçidi üçün bir ortaya atılmış bir vasitə və yaxud bir trigger olduğunu deyən, mülahizə edən en qədər tərəflər var da yəni. Amma bəzi şeylər var ki, məsəl üçün istəyirəm öz ana mövzumuza qayıdım, gələcək necə gələcək. Biz müxtəlif sahələrdə müxtəlif statuslara malikyik. Tutaq ki, ailədə ailə üzvüyük, nə bilim, işdə əməkdaşıq və yaxud Qonşuyuq, rəhbərik. əmiyik, Hə də xala, eynən. dayı. Bu müxtəlif statuslarda, yəni proseslərin hara doğru getdiyini bilib, izləyib, bunu başa düşüb və buna uyğun o proseslərə necə tez adaptasiya olmaq olar, onunla bağlı birinci ümumiyyətlə fikir sahibi olmaq lazımdır. O agah hissi olmalıdır da, yəni. Agah olmayan insanlar və cəmiyyətlər həmişə daha çox istehlakçı və izləyici yəni cəmiyyətlər olurlar. Onlar yaradan tərəf. Prosesləri yaradan tərəf Amma olmalı. o agahlıq hissi daha tez olan tərəflər, cəmiyyətlər, iqtisadiyyatlar, onlar hər zaman yaradıcı tərəf olurlar və dünyaya yön verirlər. Bu həm elmdə öz əksini tapır, həm sənayedə və s. Çünki tətbiq tərəfi artıq fikirdən orada baş verir də. Ona görə ən birinci mən düşünürəm ki, amil budur. İzləmək, müşahidə eləmək, analitik düşüncə mütləq olmalıdır ki, sən bir fikirləri formalaşdırasan və yaradıcı düşüncən ki, sən nəsə yarada biləsən. Və buna uyğun çeviklik hissi olmalıdır. Yəni dünya çox sürətlidir də, yəni həddindən artıq və sürət bizə o qədər fərqli hisslər yaradır. Bu həm yaxşıdır, həm pis və bunu əgər ciddi mənada beyinlə tənzimləməsən, bu doğrudan təşviş hissi belə yaradır da, yəni dünya sürətlə gedir, sən nələrdəsə sanki geri qalmısan da, hansısa bilik bacarıqların geri qala bilər, uğurların geri qala bilər və s. Və bu sürətə ayaq uydurmaq, yəni bu artıq budur da, yəni biz oturub yəni elə bir fikirlə yola çıxsaq ki, yox bu sürət necəsə azaldım və yaxud bu mümkün deyil. Yəni sadəcə bu reallığı qəbul edib, bunun üçün özündə ayaqda qalmaq üçün, əmək bazarında tutaq ki, bu bir iş müstəvididirsə, rəqabətli olmaq üçün sən hansı bilik və bacarıqları özünə mənimsətməlisən ki, sən bu proseslərdə uduzmayasan, məhv olmayasan, sıradan çıxmayasan və s. Bu ən birinci xüsusiyyət adaptivlikdir.
Yəni çevik olmaq, flexibility hissi də, yəni bu hissi olmayan insanlar, bizneslər, təşkilatlar, ə, yəni sıradan çıxır. Yəni bu çox vacib amildir. Yəni başa düşmək, müşahidə etmək, başa düşmək, izləmək, ə, bir analitik bir hissin olması və flexibility, yəni gələcəklə bağlı Adaptivlik. eynən bu vacib tərəfləri və hissiyatları olan tərəflər gələcəyin hətta necə bir yer olmasından asılı olmayaraq, çünki biz çox proqnoz edə bilmirik ki, 5 ildən sonra hətta. Düşünün o gün bir şeyi fikirləşirik, komanda ilə bir şey müzakirə edirik, nəyinsə inkişaf yol xəritəsini və hamı da əvvəllər biz fikir vermirsiniz yoxsa bizneslərin, təşkilatların yol xəritələri ən azı 3 illik, 5 illik, 10 illik yazılırdı da. Biz indi eyni şeyi kontent strategiyasında maksimum Bəli. 1 illik edirik. Yəni bu əslində əvvəlki təcrübələrdə kontent strategiya daha uzun müddətli. İndi çünki ümid çox volatildir, hər şey Bəli. çox dəyişir. Amma Onu artıq demək 1 il belə maksimumdur da, yəni 1 illik strategiyanı belə artıq 9-cu, 10-cu ayında həyat o qədər sürətlə dəyişir. Eyni şəkildə normalar, Eynən. gözləntilər Və dəyişir. strateji idarə etmədə o bacarıqlar ki var, dinamik bacarıqların olmalıdır ki, onu adaptasiya eləyəsən, hər ana uyğun belə reaksiya vermək. Eynən. Şəbnəm, mən bizim podkastlarımızı həm də valideynlər izləyirlər. Yetər qədər valideynlər izləyirlər və o Anayam mən valideynlər atalardır. Seksist deyil gələcək Atalara salamlar. və əslində gələcəyin insanı bugünün uşaqlarıdır. Yəni gələcək necə gələcəksə, necə olacaqsa, biz bugündən övladlarımızı ona uyğun yetişdirməliyik. Və valideynlər əksər hallarda istəyirlər dəqiq proqnozlar. Gələcəkdə hansı peşə yaxşı olacaq, uşağımı ona yönləndirim. Və burada gəlir peşələr. Bugün peşələr çox oynaqdır, çox dəyişir. Məsəl üçün 15-20 il bundan qabaq insanlar peşəsini dəyişmək üçün onlara illər lazım idisə, bugün peşəni dəyişmək üçün sənə 5 ay, 6 ayda bəs edir. Sən 5-6 aya tamamilə başqa istiqamətdə yeni peşəyə başlaya bilirsən, istiqaməti dəyişə bilirsən. Buna baxmayaraq valideynlər hələ də daha stabil, daha istəyirlər ki, gələcəkdə onların övladının ayağı möhkəm bir zəminə bassın. Kompüter Onlar dövrüdür, proqramlaşdırmaq Bəli. üçün məsələn. Məsəl üçün bugün proqramlaşdırma çox qazanc gətirən sahədir. Onlar düşünürlər ki, 15 ildən sonra da proqramlaşdırma olacaq. Buna yönləndirsinlər. Amma biz bilmirik nələr dəyişəcək, necə dəyişəcək. Necə ki 15 il bundan öncə proqramlaşdırmanı bilmirdik. Eyni şəkildə də bundan sonra da yəni bilməyəcəyik. Bu Yəni mən bilmirəm qeyri-müəyyəndir. 15 ildən sonra web dizayning necə olacaq? Yəni süni Bəli. intellekt bəlkə də artıq bizə ehtiyac yoxdur. Bəlkə də o Olmayacaq. qədər yeni sahələr yaranacaq ki, necə ki Hı hı. indi yeni sahələr var. Və valideynlər hansı yolu tutmalıdırlar? O hansı incə məqamlara sadəcə diqqət etməlidirlər övladlarına istiqamət verərkən? Çünki bəzən çox sərt istiqamətlər verirlər. Bir yol xəritəsi çəkirlər onlar üçün 10 illik. Layihədir də. Otuzdururlar uşağı, bəli, layihədir, təəssüf ki, otuzdururlar uşağı o yol xəritəsinə və uşaq irəli doğru gedir o yolda. Valideynlər övladına necə bir istiqamət verməlidir ki, verdikləri istiqamət gələcək üçün onlara çətinlik yaratmasın, əksinə müəyyən mənada Asanlaşdırsın. faydalı olsun, asanlaşdırsın onların həyatını. Eynən. Gələcəyin necə bir yer olacağı ilə bağlı indiki gedən prosesləri izləməklə. Məsələn, incə sən özün çox yaxşı bir qeyd elədin də, yəni IT, proqramlaşdırmadakı bu sahələr hamı yəni gələcəyin bütün peşələrini bununla bağlı görür və indi bütün bununla bağlı sahələrdə, peşələrdə daha çox bir sürətli axın yaranıb. Yəni IT və texnologiyalar artıq bir tooldur da, yəni bu sahə olmaqdan çıxıb bu alətdir. Yəni məsəl üçün gələcəyin insanlar üçün, insanın özünü reallaşdırması üçün, uğurlu olması üçün, bilmirəm, xatırlayırsınız, bir dönəm var idi da, yəni işə götürənlər ingilis dilini əsas tələb kimi istəyirdilər. CV-yə baxanda əgər sən çox yaxşı universitetə Elə qəbul şirkətdir edilir. ki, orada ingilis dili ömrü boyu istifadə olunmayacaq. Eynən, yəni Çox da dəyişməyib indi, hə? İngilis, rus dili. yəni deməyim odur ki, elə biliklər var idi ki, o həmin dönəmin və düzənin ciddi bir tələbi kimi qoyulurdu. Gələcəkdə əmək bazarında rəqabətli olmaq üçün sən ən azından hansısa bir proqram dilini bilməlisən. Düşünürəm, yəni gedişat budur. Dünya İqtisadi Forumunun bir hesabatı var, gələcəyin peşələri və bacarıqlar. Yəni bir
yəqin ki, bir neçə il, çox-çox illər öncə bu bacarıqlar tamamilə texniki və proses yönlü idi də, yəni top 10 bacarıq. Amma indiki top 10 bacarığa baxanda, məsəl üçün, bu proseslər buna doğru gedirdi, amma 2023-cü ilin hesabatında sizcə nə qədər, yəni texniki və, a, Daha çox soft hard skills. skills eynən yönlü bacarıqlar var. Qızlar, cəmi bir bacarıq var da, texniki, agahlıq, yəni texniki proseslərə hazırlıq. Digər bütün bacarıqlar top, yəni bacarıqlar da, yəni insanı, uğurlu edən bacarıqlar. Bu tamamilə insanın özü və şəxsi inkişafı ilə bağlı və cəmiyyətdə özünü bu gedən texnoloji proseslərdə necə reallaşdırması ilə bağlıdır. Yəni əgər o suala qayıtsam, çünki məncə valideynlər daha çox buna fokus olmalıdır. İndi çox ciddi bir hype var da, yəni ölkədə, dünyada. Yəni əslində bəlkə proseslərdə valideynlər bunun arxasında gedən prosesləri tam başa düşməsələr belə. Yəni qonşunun oğlu Əhməd IT-yə gedir, sistemlə məşğuldur, nə bilim, dron düzəldir. O da öz övladını ora aparır. Yəni amma ki, həqiqətən bu uşaq, yəni hansı potensiala malikdir? Bəlkə çox yaxşı rəsm çəkir. Yəni dünyanın çox yaxşı bir, yazıçıdır və s. Yəni ən çox da bizim kimi ölkələrdə biz çox, anlayışlı olmadan bu trendləri, dalınca gedən tərəfik, amma, tutaq ki, indi nə qədər, kütləvi olaraq insanlar var ki, okey, yəni IT hansısa bir sahədə, bacarıqlar götürüblər, amma əslində çox da xoşbəxt deyillər də, yəni. Ən azından mən özüm artıq illərdir bu industriyada olduğuma görə, yəni mən sizə bir case danışım. Demək, bir intern var idi, yəni bunu bir yaxın, çox yaxın bir insanın şirkətində bir case olaraq eşitmişəm. Çox yaxşı bir ailədən, Ad Universitetində oxuyur və s. Və bu gedən bu proseslərə görə valideynləri onu ciddi investisiya edib ölkədən yaxşı məktəblərin birində, proqramlaşdırmağa qoyublar. Nəsə uşaq onu qurtarıb da, çünki ümumi gözlənti var axı valideynlərin gözləntisi. Və sonra onu gətirib yaxşı bir IT şirkətlərdən birində intern kimi qoyublar ki, könüllü olaraq başlasın, izləsin, yəni prosesləri bilsin və yavaş-yavaş başlasın işləməyə. Bunu mənə danışan xanımdır və deyir ki, mən onu izləyirdim də proseslərdə. Görürdüm ki, bu uşağın üzü gülmür, qəti, necə deyim də, çox da belə durumdan Məmnun happy deyil. deyil. Amma halbuki hər şey var da. Yəni vroде ən cool məktəbi oxuyub, ən cool, bacarıqlara yiyələnir, çox cavandır, əslində təşəbbüskar olmalıdır. Nəsə bir gün deyir, naharda dəvət elədim, danışıb oradan burdan ki, bəs bala sən vroде əslində də deyir çox yaxşı uşaq idi də, yəni çox enerjili və s. Amma işdə mən bunu hiss etmirdim də. O dedi ki, mən sizdən bir şey xahiş eləmək istəyirəm də. Siz onları mən valideynlərimə deməyəsiniz ki, tutaq ki də mən bura gəlirəm, amma mən başqa işlə məşğul olmaq istəyirəm də. Və ofisə gələcəm, amma yəni sonra çıxacam da. Deyir ki, nə işlə məşğul olmaq istəyirsən? Deyir, bu binanın altında mən bir dənə coffee shopda barista kimi işləyirəm, yəni. Deyir, bu beynimdə konflikt yarandı. Necə ola bilər? Yəni vroде dünya IT-dədir, dünya texnologiyadan danışır və s. amma çox super və deyir IQ-su çox qaydasındadır. Qəti tənbəl deyil, deyim ki, tənbəl. İndi ümumi bu proseslərə baxanda kifayət qədər bütün göstəriciləri yerində olan bir gənc, amma bu uşağı barista işləməyə xoşbəxt edir. Çünki orada yəqin ki, hansısa bir formada sosiallaşır və s. Bu bəlkə də bir, Amma belə rəng baxanda qatmaq üçün. kofe də aktualdır, ömür boyu aktual olacaq. Orada da özünü Yəni realizasiya rəng eləyə bilər. qatmaq üçün eynən, yəni mənim deməyim odur ki, əslində eynən Turan çox yaxşı bir yerə gətirdin. Yəni deməyim odur ki, biz baxmalıyıq birinci ki, həqiqətən bu uşaqların potensialları nədir? Onları tanımalıyıq. Bilməliyik ki, tutaq ki, bizim övladlarımız hansı yəni hissiyatları nədir, nə də xoşbəxt olurlar, nə də nə ilə məşğul olanda gözlərinin içində o işıqlar yanır da, yəni. Və bunun altını doldurmalıyıq, buna investisiya eləməliyik. Yoxsa düzdür, birmənalı, yəni hətta biz bundan qabaqki bir hissədə qeyd elədik ki, dünyanın hara getdiyi hissini bilməyənlər, prosesi izləməyənlər uduzan tərəflərdir və amma bu əsas insanın özünün o fundamental tərəflərin üzərinə dəstək verən alətlər olmalıdır. Yox, əgər bu ümumi tendensiyalara görədirsə, bu dediyim kimi də hype-la bağlıdırsa, bu proses hardasa qırılır. Çünki rəssamdırsa nə gözəl bir texnoloji tool öyrənir, olur web dizayner. Onun o rəssamlıq və kreativ hissəsi ölmür də. O nəhayətdə yenə də yaradır, yenə də vizuallaşdırır, yenə də çəkir nəyisə. Psixoloqlar, sosioloqlar UX dizayner ola bilirlər, çünki istifadəçilərlə empatiya qura bilirlər.
Yəni Bir də çox maraqlı bir şey var. Əslində ora qaytarmaq istirdim ki, bu gələcəyin bacarıqlarının fonunda bu proseslər daha çox özümüzlə və şəxsi inkişaf və özünü tanıma proseslərinə bağlıdır ki, digər bütün bu hard skillslər bunu doldurmalıdır ki, biz daha uğurlu olaq. Və bir məsələ, bir dənə də əlavə etmək istərdim. Bir də nə qədər bu IT və texnoloji trendlər həyatımıza girdikcə daha çox bizi necə deyim də, özünə öz içinə bağladıkca çəkdikcə. biz daha çox asosial və daha az kommunikasiyalı oluruq. Yəni dünya təkləşib də, yəni dünyada insanlar yalnızlaşıb. Çünki günümüzün necə deyim, proseslərimizin əksər tərəfi texnologiyalarla və telefonla, müxtəlif devicelarla bağlıdır və əksər hallarda belə biz bəzən üzbəüz kommunikasiyanı belə telefon üzərindən eləyirik. Yəni bu pisdir, yaxşıdır, bu artıq belədir də, yəni. Çünki bəzi insanlar tamamilə bu prosesə necə deyim də, blok qoyurlar. Bu belə tam normal deyil. Yəni orada belə balans olmalıdır. Onu demək istəyirəm ki, burada bu texnologiyaların və bu kimi proseslərin həyatımıza gətirdiyi yan təsirlər də var. Əksər hallarda hansı ki, dediyim kimi bəzən neqativ təsirləri ola bilər. O halda dövrəyə tutaq ki, başqa peşələr girir. İndi insanların daha çox psixoloqlara ehtiyacı var, koçlara ehtiyacı var. Bir də belə bir hype yaranıb da, yəni özünü inkişaf elətdir, nə bilim, bu tərəflər işdə və s. Çünki insanlar bir-birlərinə danışmadıqca özlərinə danışmağa başlayırlar, get-gedə qapanırlar və sonradan prosesin bir yerindən sonra əlavə bir professional axtarırlar ki, özlərinə artıq qapanmış bir insanı yenidən cəmiyyətə və dünyaya qazanmaqda onlara kömək eləsin. Yəni istənilən prosesin yan təsirləri var. Bu prosesləri anlayaraq bunun risk tərəfləri nədir, onlarla bağlı da biliklə, necə deyim də, vasitələrin özünü gücləndirməklə və ən əsası öz övladlarını tanıyaraq. Çünki dediyim kimi, öz övladlarını tanımayaraq sadəcə kütləvi bir tendensiyanın arxasınca getmək, bu hər bir halda prosesi, yəni bir hissəsinə qədər insanlar bəlkə anlaqlı deyil. Çünki hamı başa düşür ki, nə gözəl, mən də dünyada hamının gördüyü işlə məşğulam. Amma bir dönəmdən sonra insan daha sakitləşir, yəni həyatının yəqin ki 30-lardan sonra. Və artıq özünə daha çox, yəni cəmiyyətin gözləntiləri, valideynlərin gözləntiləri daha arxa plana gedir və bir yaşdan sonra sənin özün Mən özündən mərkəzdə olursan. Hə, yəni özündən gözləntilərin yaranır və o gözləntilərdə həqiqətən baxanda ki, okey də bunu tutaq ki, mənim üçün valideynim seçmişdi. Bəs mən nə istəyirdim? Bəlkə də valideynlər məhz artıq nəzərə almalılar ki, artıq bu gün yumşaq bacarıqlar, yəni soft skilllər daha vacibdir insanlar üçün və bu həm də ona görədir ki, bu yumşaq bacarıqları, yəni adaptivliyi, flexibility Azərbaycanca nədir? Yəni uyğunlaşa bilmə bacarığı, düşdüyü mühiti, bəli, düşdüyü mühitə çevik uyğunlaşa bilən insanlar əslində texniki bacarıqları da tezliklə mənimsəyə bilirlər. Yəni insan əgər şəxsi bacarıqları onun yetərincə yerindədirsə, çox qısa müddətdə yeni texniki bacarıqlar qazana biləcək. Və məhz ona görə bəlkə də uşaqlarımız üçün üzərinə düşməli olduğumuz əsas nüanslar onlardır ki, onların yumşaq bacarıqlarını inkişaf etdirməsinə, özlərini daha yaxşı tanımasına, Özgüvənli olmasına, özgüvənli olmasına, cəsarətli olmaqlarına, yəni bunu bəli, biz yəni yaratırıq da. iş seçimi və həmçində səhvlərin normal olmasına da. Məsəl üçün bizim vaxtımızda 15 yaşında sən qərar verməli idin ki, sən hansı fakültəyə istəyirsən. Bəli və ömür boyu da onun məhkum olmalıydın. Bəli və məsəl üçün 15 yaşında qərar verir, 1 il universitetə hazırlaşır, 16 yaşında başa düşür ki, bu ixtisas bunun üçün deyil də. Yəni bu istiqamət fizika, kimya alınmadı Amma ya bunda tibbə fizika, daxil kimya. olub 6 il oxuyub. Və təsəvvür yox, həmin dövrdə məsəl üçün uşaqlar var idi. Son ildə dəyişirdilər ixtisasını. Məsəl üçün məktəbdə bizdə müəllimlər dedilər ki, sən bilmirsən də nə istəyirsən. Hər gün bir havaya düşürsən. Buna qeyri-ciddilikdir. Yəni artıq 10-cu sinif uşağından gözlədikləri o idi ki, bu qeyri-ciddilikdir, o bu qərarını dəyişdi. Bu reaksiyanı görməmək üçün nə qədər uşaqlar var idi ki, onlar 15 yaşında belə başını tuturdu ki, mən düzgün qərar verməliyəm, mütləq düzgün qərar verməliyəm. Çünki mən gələn il birdən qərarımı dəyişsəm, mənə artıq qeyri-ciddi insan kimi baxacaqlar. Və bu təzyiqlə nə qədər uşaqlar yanlış ixtisaslar seçirdi, yanlış ixtisasa girdi. Hansı ki, mənə görə 15 yaşda əslində inkişaf etmiş, özünü tanıyan uşaq üçün 15 yaş yetərdir o başa düşsün ki, o nə istəyir.
Amma gəlin baxaq, indi Azərbaycan təhsil sistemində, ənənəvi təhsil sistemində, yəni təhsil alan, əsasən müəllim nə deyirsə onu yerinə yetirən, öz istəklərini çox da sorğulamayan uşaq 15 yaşında nə qədər biləcək ki, o hansı təhsili istəyir, nə olmaq istəyir, gələcək üçün nə olmaq istəyir və o məhz hype-a uyğun seçəcək. Yəni yazırlar, mən görmüsən, gələcək üçün təhsil peşə seçiminə kömək edən və abituriyent hazırlayan müəllimlər var. Yəni onlar abituriyent hazırlayırlar və uşaqla tanış olub seçirlər, ona kömək edirlər seçməyə ki, o Bəli. hansı Karyera peşəni konsaltinqi. karyera konsaltinqi də etmirlər. Onlar müəllimdirlər, Təhsil. məktəb müəllimləridirlər. Sadəcə köməklik göstərirlər. Hətta fakültə seçimi də eləyirlər Yes. bala uyğun. Hə. Və o müəllimlər nəyə əsasən seçirlər? Mənə bir dəfə çox maraqlı oldu ki, onlar yəni okey, bir 40 yaşında, 50 yaşında bir müəllim, hansı ki müəllim işləyir, yalnız uşaqlarla işləyir, amma o digər sahələrdə işləmir və çox da xəbəri yoxdur ki, bugünkü əmək bazarı necədir. Yəni əmək bazarında çox kiçik bir yerdə yer tutan insandır və çox kiçik o əmək bazarında kiçik bir yer tutan müəllimlər ona əsaslanırlar ki, çox uşaq tanıyırlar. Çox uşaq tanıdıqları üçün də uşağı tanıya bilərlər. Kütlə ilə bağlı. Seçim edirlər. Seçimlər nəyə əsasən edirlər? Gəlir gətirən sahələr. Gəlir gətirən sahələr hansıdır? Tamam, bu sahələr bu uşaq bu sahələrdən hansına uyğun ola bilər? Orada bir riyazi məsələ həll edirmiş kimi belə oxlar qoyurlar. Qız üçün məsəl üçün limitləri daha da az eləyirlər. Qızım, sən ailə quracaqsan. Yəni ailən icazə verəcək, verməyəcək. Gəl elə bir sahə seçək ki, o sahə sənə gələcəkdə risk altında Bəli. olmasın. Çünki riskli seçim seçsək, sənin həyat yoldaşın icazə verməz birdən sən bunu işləyəməzsən. Eləsini seçək ki, sən işləyə biləsən. Bax bu sahələr var deyə biz onlara uşaqları yönəldilər. Təbii ki, mövcud reallığı əlbəttə nəzərə alırlar, amma bu reallıq bugünün reallığıdır və bizim istədiyimiz odur ki, biz həmin reallığı dəyişək. Ən azı gələcəkdə 10 il sonra, 15 il sonra həmin o insanlar yetişəndə, gənc olanda onlar bizim yaşadığımız reallığı yaşamasınlar. Çünki bizim nümunəmizdə nə qədər ətrafımızda nə qədər insan var ixtisasını sonradan dəyişən. Təbii ki, ixtisas sonradan dəyişmək məncə əla bir şeydir. Yəni bunu neqativ bir hadisə kimi vermək istəmirəm. Amma yenə də zaman və enerji tələb edən məsələdir. Sən incə o məsələləri deyirsən və avtomatik özümdə analogiya apardım da. Məsəl üçün peşə seçimi 15 il, 20 il bundan qabaq proseslər necə baş verirdi və s. Yəni məncə o dönəmki prosesləri belə qınamaq olmaz da. Çünki yəni təkrar bunu deyirik də. Yəni son illər bu dəhşət dünya sürətlə dəyişir və Bu peşə seçimləri yeri gəlmişkən indi baş verir. Yox, onda amma tələb kimi var idi ki, tutaq ki, artıq 15 yaşın var və sən artıq həyatının növbəti etapı ilə bağlı qərar verməlisən və növbəti etap məktəbin son astanasında bu peşə ilə bağlıdır da. Yəni sən avtomatik universitetə ona uyğun yönləndirir. Şimdi mən deyim, eyni analogiya o vaxt bizdə də var idi. Yəni 3-cü qrup var idi və orada bir hype var idi. Yəni beynəlxalq münasibətlər, yəni Hüquq. Mən oxumuşam. yəni ən belə bilikli, savadlı bacarıqlar. Problem o idi ki, o vaxt biz məsələlərə fakültə kimi baxırdıq. Bəli. Yəni fakültə peşə demək deyil. Yəni beynəlxalq münasibətlər sovat da, yəni Diplomat neçə nəfər oldu orada? nə diplomat kimi diplomat deyilsən, nə tarixçi kimi tarixçi deyilsən, nə tərcüməçi. Yəni sən hər şeydən bacarığın var. Yəni bunu mən o sahəni küçümsəmək adına demirəm. Sadəcə yəni həqiqətən mənim ətrafımda o diplomat olmaq eşqinə alışıb yanan insanlar var idi. Yəni o deyirəm, özünü tanıyırdı, bilirdi ki, bu adam bu missiyanın dalınca gedəcək, öz ölkəsini təmsil edəcək, tutaq ki, olduğu yerdə diplomat təkcə bu xarici necə deyim də, beynəlxalq siyasi münasibətlər və s. bu. Yəni ümumiyyətlə bu özü, yəni proseslərdə tutaq ki, müqavilə əsasında hüquqları müdafiə etmək çox spektrli bir şeydir. Amma çox az sayda mənim öz fakültəmdə və yaxud digər bu sahəni bitirən insanlara tanıdıqlarım var idi ki, məhz özünü tanıyaraq onun gözünü, ürəyini alovlandıran bunu ancaq peşə kimi görürdülər. Bu sadəcə bizdə bir hype idi. Beynəlxalq münasibətlər, tutaq ki, hüquq və s. Əgər sən öz məktəbində, öz şəhərində uğurlu bir gənc kimi göstərmək istəyirsənsə, sən ən yaxşı balla həmin universitetin, həmin fakültəsinə girməlisən. Okeydir, amma proseslərə tutaq ki, ən yaxşı qiymətlərlə oxuyursan və s.
nə baş verdi? Sən real olaraq ə, əmək bazarına atılanda və bu sənin əslində hansısa bir bacarıqlarının, nə bilim, özünü tanıyaraq çıxdığın bir yolun seçimi yox, məhz bu hype-ın nəticəsində onu anlayandan sonra sən o ilk konflikti onda yaşayırsan ki də, mən neyniyim? Sözünə qüvvət bir misal çəkmək istəyirəm. 4-cü kursu bitirəndə bir müəllimimiz dedi ki, 1-ci kursda deyir, hüquq fakültəsinə siz hamınız prokuror kimi gəlirsiniz, hamınız özünüzü prokuror görürsünüz. Deyir, indi postpatrul xidməti ilə razılaşıb deyir, gedirsiniz burdan. Həqiqətən oxuyursan orada 4 il, amma bilmirsən nə olacaqsan. Bilmirsən və o fikirlə sən daxil olmursan ki, orada sahələr var. Mən özümü məsələn tutaq ki, insan hüquqlarında görürəm, mən özümü maliyyə hüququnda görürəm, mən özümü cinayət. Yoxdur belə bir şey. Sadəcə ad var, hüquq fakültəsi. Mən gedəcəm orada oxuyacam. Və prosesin içində də çox da müəyyənləşdirmək də olmur. Mənim oxuduğum illərdə 2011-ci il məzunuyam. Bitirəndən sonra hər kəs baxdı, kim harda təcrübə tapdısa getdi orada təcrübə gördü. Yəni prosesin özü də çox da yönləndirmədi. Onu demək istəyirəm. Hətta o ki qaldı biz əvvəldən seçim, hələ seçdik, getdik universitetə, universitet də çox yönləndirmədi. Bir dənə 4-cü kursun sonunda 10 günlük göndərir səni hara? Təcrübəyə. Təcrübəyə. Bizi məsəl üçün mən beynəlxalq iqtisadi münasibətlər oxumuşdum. Bizi göndərmişdilər ə, nəqliyyat şirkətinə. Beynəlxalq nəqliyyat şirkəti idi, amma nəqliyyat işinə, okey, dispetçer oturduq dispetçerin yanında, baxdıq ki, tırların yəni dispetçer o tırların hərəkətini necə idarə eləyir. Təbii ki, insan olaraq mənim üçün maraqlı bir təcrübə oldu. Yəni çox fərqli bir sahədə fərqli bir şeylər öyrəndim, amma bu mənim sən demiş bir istiqamət vermədi də, Vermədi, yəni yox, vermədi mənə vermədi. istiqamət. Qaldı xəyallar başqa yerdə qaldı. Qızlar, mən fikrimi tamamlamaq istəyərdim. Bunu nəyə görə dedim? Yəni o dönəm proseslərə baxış tamamilə başqa idi da. Yəni bu daha çox fakültə əsaslı idi və s. Amma indi həm valideynlər, həm peşəkarlar, həm özünü inkişaf etdirmək istəyən istənilən fərd başa düşür ki, dünya bilik əsaslı yox, daha çox bacarıq əsaslıdır və ona görə hansısa bir fakültə yox, yəni onun bacarıqları hansı aspektdə onu uğurlu edə bilər, daha çox pul qazandıra bilər və s. Biz fərdlərə fərqli baxmalıyıq, hər birinin unik olduğunu baxmalıyıq. Yəni hamı çox super software dizayner olmalı deyə bir şey yox. Amma bir dəqiqə bütün valideynlərin övladından gözləntisi odur ki, onun övladı 4 proqram dili bilsin. Niyə də? Qoy, nə bilim, çox yaxşı təbiətlə, nə bilim, indi o qədər bir də ki, hər şeyi biz IT-yə bağlayırıq, amma dünyada indi çox fərqli mövzular da çox ciddi şəkildə inkişaf eləyir. Çünki dünyanın bu sürətli inkişafının gətirdiyi başqa proseslər də var. Texnoloji və Dünyanın avtomatizasiya çiklənməsi deyək. Eynən, yəni Çoxdur. ətraf mühit məsələləri var, nə bilim, daim bizlə olacaq heyvanlar məsələsi var. Sosial məsuliyyət Məsəl üçün məsələləri mənim var. en qədər, yəni və mənim tutaq ki, elə yaxın ailələrimin də övladları var ki, tutaq ki, onların uşaqları heyvana maraq göstərir. Yəni uşaq heyvan görəndə, yəni hər bir mənada hiss edirdi o canlını, ona mərhəmət hissi var. Yəni bundan tuta bilsə valideyn məsəl üçün, ona bir də hansısa bir bilik və bacarıqlarını bu kontekstdə gücləndirsə, o bəlkə də dünyanın ən yaxşı baytarı ola bilər. Yəni cəmiyyətin qadının bir gözləntiləri var. O həm də onun sosial statusudur ki, övladının ailəsinin yanında olmalıdır və ona görə mütləq elə sahələr seçilməlidir ki, mən həm də özüm sistemdə və IT-də olduğuma görə mütəmadi bunu görürəm və ən çox da regionlarda görürəm. Yəni qadınla bağlı ciddi bacarıq, peşə və necə deyim, bir texnoloji stereotiplər var ki, yəni tutaq ki, maksimum hallarda bu, yəni biz çox nadir hallarda mühəndis xanımlar arasında düz yavaş-yavaş bu tendensiya sürətlənir. Yəni mən deyə bilmərəm ki, bu inkişaf yoxdur, var, amma çox zəifdir, amma daha çox stereotiplər əsaslıdır ki, ən çox da bu gender məsələlərində və yaxud inklüziv qruplarda bu məsələlərlə də işləmək lazımdır ki, hər kəsin fərdi bacarıqlarına, istedadlarına uyğun insanlara bilik və bacarıqlar investisiya olunsun, yəni övladlardırsa valideynlər tərəfindən. Bir də ki, mən bir şey bilirəm ki, insanlar özü də zaten yolda, yəni o yolu tapırlar. Təbii ki, məsəl üçün yaş etibarilə tapırlar. Tapırlar. Yəni Amma özlərinə, ruhlarına uyğun insanlarla dostlaşırlar məktəbdə, nə bilim, hansısa bir. İndi özdə
fikir verirsə, kütləvi şəkildə hamı inkişaf mərkəzlərinə gedir, kurslara gedir. Yəni çünki filankəsin övladı gedir, onun da, yəni övladlar gün ərzində uşaqlar oradan ora qaçır, oradan ora qaçır da. Yəni əslində oturub dayanıb soruşsan ki, Niyə qaçır? Yəni sənin mövzu uşağın həqiqətən yəni gimnastika ilə məşğul olmaq istəyirmi və yaxud şahmata getmək istəyirmi? Bu pisdir deyə demirəm. Yəni istəyirəm düzgün anlaşılsın. Amma həqiqətən o övladının şəxsi və içindəki ehtiyaclardan doğan bir şeydirsə, nə gözəl. Əksinə, onu daha da dartmaq lazımdır. Bəzən tutaq ki, o uşaqda demotivasiya yarananda. Yox, əgər bu kütlənin, stereotiplərin yaratdığı bir ehtiyacdırsa, əksər hallarda gördüyüm təcrübələr odur ki, o dayanıqlı olmur. Çünki bilirsiniz necə, vaxt çox sürətlə gedir, zaman resurslar, enerji, pul, bunlar ciddi investisiya olunur da. Bunlar hamısı resurslardır. Və valideynlər o qədər öz övladlarına, ümumiyyətlə özümüzə stereotiplərə bəzən, heç böyüklərin özünü də götürə bilərik də. Stereotiplərə qatırıb o qədər özümüzə belə ciddi investisiya edirik ki, günün birində bu proseslərin bir yerində baxırıq ki, okey, sən demək bu heç də bizə lazım deyilmiş və yaxud övladımıza lazım deyilmiş. Yəni belə düşünürəm. Çox şey prosesdə yaranır, amma agahlıq hissi olmalıdır. İzləməlisən, analitika mütləq gücləndirməlisən. İstənilən halda bu həkim də olsa, müəllim də olsa, Bəli. bir Artıq mühəndis də bütün olsa, peşələr üçün geoloq vacibdir da bu. olsa, sən prosesləri izləməlisən və dediyim kimi IT müəllim üçün belə IT lazımdır. Yəni o sahədə belə hansısa bir robotexnika həlləri olacaq, əşyaların interneti olacaq. Lazımdır ki, sən ən super müəllim olub, həm də bu dediyim alətləri hamıdan tez, hamıdan yaxşı istifadə edə biləsən ki, sən rəqabətdə olasan. Düzdür, birmənalı, hətta incə adını çəkdiyim hesabatda gələcəyin peşələri və bacarıqları. Yəni konkret rəqəmlər var da, yəni müxtəlif data əsaslı ki, yaxın 5-10 il ərzində peşələrin, ənənəvi peşələrin 44% sıradan çıxacaq. Yəni bu 44% Çox böyük rəqəmdir. çox böyük bir rəqəmdir də, yəni. Əmək ehtiyatının 44% boş qalacaq. Eynən, dediyim kimi, sadəcə Çünki rəqabətə tab gətirəcək, yeniliyi qəbul eləyəcək, yeniliyi öyrənəcək, boş qalmayacaq. Amma bu gün təcrübə həm də görürük ki, bəzən rəqabətə dəyişmək istəməyən insanlar da olur. Əvvəlki illərdə, məsəl üçün 5 il bundan əvvələ kimi çox tez-tez eşidirdik. İş və həyat balansı, yəni karyera və şəxsi həyat arasında balans. Fikir vermisinizsə, bu artıq son illərdə bu balans Geniş vüsət söhbəti alıb. yox, balansdan daha çox artıq balans kimi deyil də ona nə qədər inteqrasiya edə bilirik. Artıq iş həyatı ilə şəxsi həyatını müəyyən mənada inteqrasiya etmiş insanlar daha uğurlu olur. Nəinki onları ayrı-ayrı tərəzi kimi balansda saxlamağa çalışmış. Çünki istər-istəməz necəsə olur, sənin işin sənin şəxsi həyatına müdaxilə eləyir. Eyni şəkildə sənin şəxsi həyatın Sənin sənin işinə işinə müdaxilə təsir edir. edir. Və burada artıq iş yeni bir termin var. İş və şəxsi həyatın inteqrasiyası. Yəni balansı yox, artıq inteqrasiyası. Şəbnəm, necə düşünürsən, qarşıdakı illərdə bu inteqrasiya daha da güclənəcəkmi, yoxsa yenidən bu tendensiyanın uğursuz olduğu və yenidən iş ayrı, həyat ayrı, ayrı-ayrı ayırmalıyıq və balans saxlamalıyıq kimi qarşılanacaq? Əslində məncə cavab elə sualın özündədir də. Yəni balans istənilən halda olmalıdır. Çünki insan həyatının mərkəzinə ancaq bir şey qoyanda, yəni bir əsaslı olur. Yəni bunu öz şəxsi təcrübələrimdə də müəyyən dönəmlərdə yaşamışam. Bu düzənin tələbi deyilən bir şey yoxdur. Bu sadəcə insanın daxili tələbidir ki, yəni sən daim işə fokussansa, sənin başqa ehtiyacların təmin olunmursa, bu bir yerdən sonra yenə də o yanma sindromuna gətirəcək. Yəni səni daha çox da xoşbəxt eləməyəcək. Amma sən ancaq tamamilə tutaq ki, daha çox şəxsi və özünlə məşğulsansa, Bunun özünün olmayacaq. başqa ehtiyacı, həm pulun olmayacaq, həm özünü reallaşdıra bilməyəcəksən, özünü hansısa bir missiyanın parçası kimi hiss etməyəcəksən. Bilirsiniz, qızlar, insanın özünü xoşbəxt hiss etməsi üçün o təkcə şəxsi ehtiyaclarını ödəmir də. Yəni insanın həm də özünün mən belə düşünürəm, yəni adekvat sağlam insanların həm də belə ehtiyacları olur ki, düzdür, bu çox ümumi ali dəyərlərdən danışmıram, dünyaya niyə gəlir. Yəni çünki onu rutin biraz məhv eləyir də. Biz çox rutinə düşdük.
düşəndə artıq unuduruq nədir missiyamız. Yəni, onu demək istəyirəm ki, insanın həm də boya ehtiyacları var cəmiyyət olaraq və cəmiyyətdəki ehtiyacları var və o səhər yuxudan duranda ki, tutaq ki də bu gün filan məsələdə dağı üstünə qoymağa gedir və onun ümumi zəncirdə rolu budur. O onu bilirsiz necə xoşbəxt eləyir. Amma ancaq bir tərəfi yəni üzərində olan insanlar, ona fokus olan insanlar bir yerdən sonra yanır. Ona görə həm şəxsi, həm biznes, tutaq ki, peşəkar mühit, Hamısı paralel. eynən həm sənin sosial, yəni tutaq ki, çevrən, yəni bir çox sevdiyim bir model var, çox bəyənirəm onu. Onunla ilk dəfə qarşılaşana qədər, yəni ondan sonra mən şok effekti yaşadım da öz həyatımla bağlı və o dediyin kritik keçid məndə ondan sonra başladı. İnteqrasiya məsələlərinə bağlı. O balans təkəri deyilən bir alətdir və orda sənə hələ bir istiqamətlər vermədən sənə deyirlər ki, öz həyatını bu bir Çəkən təkərdir üzərinə və orada bir yerləşdir. sütunlara böl də, yəni. Və mən amma səmimi ol özündən. Okay, bunu kiməsə paylaşmaya bilərsən. Bu amma sənin özün üçün bir xəritədir də, görmək. Çünki sən kimsən və sənin gündəmin, reallığın və həyatın nədən ibarətdir. Mən bir neçə il öncə bunu ilk dəfə eləyəndə mən görmüşdüm ki, həyatımın çox ciddi hissəsi ancaq iş və biznes professional mühitlə bağlıdır da, yəni. Və digər sütunlara baxanda baxdım ki, bu o qədər kritik disbalans var. Və sonra axı bir də ki, bizim çevrələrimiz, gördüyümüz işlər, bu kontekstdə bizə baş verən şeylər həm də bizi təyin eləyir də. Yəni bütün günü işlə məşğul olan insanların həyatı, digər yerdə qalan hissədə həyati davranışları belə işdəki davranışlarına bağlıdır. Çünki adam o qədər ordadır ki, o çox nadir hallarda oradan o keçid eləyə bilir və yaxud ancaq məişət mövzusu həyatının əsas gündəmi olan insanlar peşəkar mühitdə də o keçidi çox da tuta bilmirlər. Yəni elə o davranış modellərinə qalırlar. Yəni deməyim odur ki, nə xoşbəxtdir ki, o insanlar həqiqətən onun o balans təkərində həm iş, yəni təkcə iş və şəxsi tutaq ki də ailə yox, həm sosial, həm tutaq ki, özünün şəxsi inkişafı, onu xoşbəxt edən digər məsələlər. Yəni bütün bunlar insanlarda fərqlidir və fərqli sütunlar ola bilər. Onlar arasında ciddi bir balans var. Ancaq elə olan halda bir də ki, uğur axı təkcə peşəkar mühitdəki proseslərlə bağlı deyil, yəni balans kimi götürsək. Digər şeylər də buna təyin eləyir də. Sən əgər tutaq ki, 24/7 bütün gün işləyirsənsə və dincəlmirsənsə, tutaq ki, öz rahatçılığına, öz inkişafa bir vaxt ayırmırsansa, bir yerdən sonra sən o iş yerində ən aqressiv, ən dözülməz insan olacaqsan. Şəxsi həyatında da tək qalırsan. Eynən və tutaq ki, və yaxud şəxsi həyatında tək qalırsan, yəni bir şəxsi tərəfin olmur və yaxud ancaq məişətdən ibarətsənsə, professional tərəfin kifayət qədər axsayacaq sabah professional mühitə girəndə. İstənilən halda bilik, bacarıq, davranışlar bu proseslər arasında balans olmalıdır ki, davamlı, stabil insan özünü bu bilmirəm Azərbaycanca necə olacaq, uculardan uculara həyatı yaşamayasan da, yəni o çox pis sindromdur. Yəni elə olan halda biz çox tez-tez o dayanıqlığı itiririk. Necə dəyişməlidir? Nəyə doğru iş mühiti dəyişməlidir ki, orda insanlar özlərini daha yaxşı aktuallaşdıra bilsinlər, daha yaxşı reallaşdıra bilsinlər və xoşbəxt olsunlar. Yəni bir növ Çox təkmilləşsinlər. qəşəng yekun sual idi, bəyəndim. Həqiqətən. Təkmilləşsinlər, qidalansınlar o mühitdən, özlərini o mühitdə çox xoşbəxt və verimli hesab etsinlər. Yəni nələri əlavə etməliyik iş mühitinə? Mənə elə gəlir ki, bu sual həqiqətən də bütün işverənlər üçün, işverən də deyirəm, işverəndir də adları. İşə götürən də İşə demək. götürən də əslində deyə bilərsən həm də. No, bu hər ikisi qanunvericilikdə işlənir. İkisi də işlənir əmək məcəlləsində. Necə etməliyik ki, iş sahibləri üçün, rəhbərləri üçün, eyni şəkildə biznes sahibləri üçün onlar nələrə diqqət etməlidirlər? O yaxşı mühiti yaratsınlar. İnsan əsaslı olmalıdır hər şey. Yəni insan əsaslı, siz necə istənilən prosesin arxasında insan dayanır. Bu IT-ni yaradan da insandır, texnologiyaları yaradan da, biznesləri quran da, çox böyük maliyyə resurslarına sahib olmağa can atan da. Yəni hər şey insanla bağlıdır da. Yəni bütün bu proseslər insanı əslində
nə xoşbəxt edə bilər, onun əsas dəyərlərinə uyğun, onun gözləntilərinə uyğun iş mühitləri, cəmiyyətlər qurmağa çalışdıqca, yəni insan daha düşünürəm ki, xoşbəxt və rahat ola bilər. Çünki həm də bir şey var, bilmirəm siz nə qədər izləyirsiniz, bunu deyim, bu sualı yekun yəni cavabı olsun. Ə, əvvəllər insanlar bir iş yerlərində çox uzun illər işləyə bilirdilər. Çox uzun illərdə, yəni 5-10 il, hətta indiki reallıqdan uzun illər kimi görünür, amma bizim valideynlərimizin gəncliklərinə baxsaq, 15, 20, 30, 40 il eyni iş mühitində eyni insanlarla işləyən insanlar var idi. Çünki onlardan çox da inkişaf da gözlənilməyib, amma indi inkişaf eləmək üçün karyeranda yerlər Eynən, amma dəyişməz. indiki gəncliyi, məsəl üçün öz işlədiyim komandalar, müxtəlif gördüyüm peşəkar Mhm. mühitlərdə gənclər o qədər sürətli dəyişikliklər edirlər, axtarışdadılar Müxtəlif daim. sahələr öyrən. Eynən, çox tez fərqli yerlərdə üzərinə sınırlar, Mhm. fərqli sahələrdə, fərqli bacarıqlarla və bu əslində çox şey deyir də, yəni ki, yəni adaptiv olmaq, çevik olmaq, izləmək və başa düşmək ki, yəni artıq dünya heç vaxt stabil olmayacaq və bu gedişatda həmin o iş mühitlərini, professional çevrələri, lap cəmiyyətləri insan əsaslı eləmək lazımdır. Çünki dediyim kimi də bunu əslində nümunə kimi nəyə çəkdim? Siz düşünün ki, daimi axtarışda olan, daimi dəyişən və insanlar da çox sürətli dəyişir. Məsələn, unutdum incə əslində bunu deməyi, bunu indi əlavə eləmək istərdim. O vaxt biz qərarlarımızı çox rahat 15 illik ala bilərdik də. İndi hansı qərarımızı biz incə məsəl üçün biznes inkişaf planını danışırdıq ki, maksimum halda bu 1 il, Bir il olar. ən ideal halda bu 3 illikdir də, yəni. Amma indi doğrudan istəyir şəxsi, istəyir peşəkar, yəni o ömür boyu qərarlar mənə o qədər indi utopik görsənir də, yəni ki, bu sadəcə həmin kiçik dönəm üçün ən optimal variantla bağlı qərar ola bilər. Amma tutaq ki də 3 ildən sonra, tutaq ki bu istəyir həmin peşə olsun, hansısa bir sahə olsun və s. İncə Turan çox yaxşı bir şey qeyd edirdi. Yəni biz bilmirik ki, 5 ildən sonra veb dizaynerlığın gələcəyi nədir? Yəni həqiqətən proses olaraq bunun arxasında insan dayanacaqmı, yoxsa onun əvəzinə hər şeyi, nə bilim, süni intellekt vasitələri eləyəcək? Sadəcə indiki ilə bağlı ən yaxşısı özünə etmək, həm şəxsi inkişafla bağlı, həm peşəkar mühitdə, yəni daim özünə nəyisə adaptasiya eləmək və o unikliyi itirməmək. Yəni bu bizneslərə də bağlıdır. Yəni hər bir biznesin özündə belə və bu rəqabət hər yerdə var da. Kadrlar arası rəqabət var. Mütəmadi həmin o gənclər işdən çıxır, başqa yerə keçir. Məsələn, mən hətta son 1 ildə 4 iş yeri dəyişən gənclər görürəm də. Çox rahatdılar. Çox rahat sağollaşırlar, çox rahat yeni bacarıqlar. Bu pisdir kimi mən bunu demirəm. Sadəcə bu reallıqdır. Və belə olan halda bizneslər fikirləşməlidir ki, necə öz iş mühitlərini daha uzun müddətli qalıcı və insanlara yönlü eləsinlər ki, axı mühitlərdə dəyərlər təkcə maddi dəyərlər deyil də. Korporativ mədəniyyət formalaşdırılmalı. Eynən sən orada nə qədər özü işçi kimi, insan kimi xoşbəxt istəyirsən, nə qədər yaxşı bir çevrən var, toksik mühitin yoxdur. Bu model bütün dostluqlara, nə bilim, münasibətlərə, partnyorluqlara, iş münasibətlərinə aiddir də. O mühitdə ki, sən özü fərqli hiss edirsən, sənin fərqliliklərin dəstəklənir, sənin necə deyim də, inkişafınla bağlı sən daim dəstək görürsən. Və indiki ən çox da izlədiyim bir şey var. İndiki gənclərlə bağlı bu ancaq maddi tərəf deyil. Yəni bir yerə qədər onlar çox ciddi bu sıçrayış, maddi sıçrayış axtarışında olurlardı. Amma bir yerdən sonra sakitləşirlər və başa düşürlər ki, sən super 5000 aldığın bir yerdə daim toksik bir mühitdəsənsə, sən deyirsən ki, okey də, yəni qoy mən 3000 alım, amma daha friendly, daha mənə support verən komanda Psixoloqa olsun. verməyim də, qalan pulu. Eynən qızlar, yəni onu demək istəyirəm ki, istənilən halda bütün proseslər insan əsaslı, onun xoşbəxtliyini, onun rahatçılığını təmin edən və təbii ki, bizneslərində, dünyanın da gələcəyinə fokus olub, bunu öz mühitlərinə, biznes etikasına yansıdan tərəflər düşünürəm ki, bu prosesdən daha uğurlu çıxacaq.
Amma bilirəm ki, gələcək gözəl gələcək. O halda ki, biz nə qədər buna sürətli hazırıq və özümüzü hazırlaşdırırıq və ətrafımızdakı cəmiyyəti də hazırlaşdırırıq. Çünki bizim kimi ölkələrdə, cəmiyyətlərdə niyəsə elə fikir var ki, hər şey biz gözləməliyik, yəni kimlərdənsə Hazır gəlməlidir bizə. hazır gəlməlidir. Gələndə baxarıq. Amma biz özümüz də bu proseslərə özümüzü və çevrəmizi hazır eləməliyik ki, çünki biz həm də evimizdə oturub özümüzü xoşbəxt eləmirik də. Günün hansısa bir hissəsi, hansısa bir ehtiyaclara görə qapını açıb çörədə çıxırıq və orada tutaq ki də ictimai yaşa marketə giririk bir xidmət göstərən xanımla ünsiyyətdəyik. Paralel hamı inkişaf eləməlidir ki, bu xoşbəxt bir mühit yaransın. Şəbnəm, çox təşəkkür edirəm. Çox qəşəng söhbət oldu. Əslində bu söhbət saatlarla uzana bilər. Yes. Amma podkastımızın sonuna gəldik. Çox sağ olun gəldiyiniz üçün. Çox sağ olun qızlar. Sağ olun.